Bura bir zamanlar böyük ticarət mərkəzi kimi məşhurlaşan, müxtəlif tarixi mənbələrdə adı Kiran, indiki adı isə Xarabay Gilan adlandırılır. Orta əsr tarixi abidəsi hesab olunsa da, əslində burada tapılan maddi mədəniyyət nümunələri buranın tarixinin antik dövrlərə qədər gedib çıxdığını sübut eləyir. Xarabacılan Kiran şəhər yeri o vaxtdan bir şəhər kimi formalaşıb. Narın qalası var, içəri şəhəri var, məhəllələri var. Böyük bir su anbarı var, dağın o tərəfində var. Çəhrizlərin ortasında da çəkilmiş, yəni yeraltı su yolları var. İki böyük memorial kompleksi var. Burada əsas öyrənilən abidə birinci memorial kompleksi türbələri idi. İkinci Karvansaray idi. Səlcuqlar dövrünə aid. Yeganə Karvansaray şəhər daxilində Xarabacılanda öyrənib. Belə həmin abidə də möhtəşəmliyinə görə beynəlxalq abidələr siyahısına düşüb. Və indiki qazdığımız gördüyünüz də ikinci memorial kompleksdir. Bu möhtəşəm türbələrin burada tikilməsi də təsadüfi deyil. Çünki Hülakilər dövründə Naxçıvan bölgəsi sürətlə inkişaf edib. Qarabağlar türbəsinin üstündə elə Hülakü xanın yoldaşı Quti Xatunun adı var. Eyni zamanda Hülakilər dövründə hakimiyyətdə olan bir 8-ə qədər məşhur məmur olub. Yəni Naxçıvandan çıxan. Birinci elə, yəni Nəsrəddin Tusidir ki, əslən yəni Naxçıvandandır. Ələmit qalasını alanda Nəsrəddin Tusi orada 20 ildən artıq idi ki, həbsdə idi. Onlar Nəsrəddin Tusi bərazidə yaşayıb, nəsli də burada yaşayıb. Eyni zamanda Marağada rəsədxananı da onun xahişi ilə misal üçün Hülakü xan açdırıb. Sərdabənin üst qatından bir çox insan skeleti qalıqlarını tapdıq. Ancaq Sərdabə daha əvvəl dağıdıldığından bütün bu skelet parçaları pərakəndə halda idi. Amma nəhayət ki, biz tabutların səviyyəsinə çatanda məlum oldu ki, burada altda bizim də gözlədiyimiz kimi anatomik skeletlər mövcuddur. Hardasa üstdən təxminən bir 10 nəfərə yaxın insan qalıqları aşkar elədik. Amma hal-hazırda açdığımız bu kiçik hissədə 5 insan qalığı müəyyənləşdirmişik. Onlar deməli kəfənə bürünüb və altına hətta birinin 3 dənə döşək qoyulub, ikincisinə də həmçinin. Və bundan başqa müəyyən olunub ki, bizim ikinci skeletimizin üzərində mənim də ilk dəfə təcrübəmdə rast gəldiyim məsələdir ki, deməli geyimlə dəfn olunub. Bundan başqa əlavə tədqiqatlar da aparılacaq. Təbii ki, onların yaşı, cinsiyyəti, hansı xəstəlikləri keçirdiyi, nə vaxt, neçə yaşında öldüyü və s. bu kimi məlumatlar da dəqiqləşdiriləcək.